Azərbaycan xalqı bu bəlalardan qurtarmaq istəyirsə, istər deməli korrupsiya olsun, rüşvət olsun, nə bilim öz başına məmurdan qurtulmaq istəyirsə, qan olmasın, savaş olmasın, şəhid verməyək. Bütün bunların hamısını istəyirsə, mütləq aktiv siyasətə gəlməlidir. Siyasi təfəkkürünü yeniləməlidir və mövqe qoymalıdır. Bu dediyim kimi hər hansı bir siyasi partiyanın üzvü olmaq anlamına gəlmir. Amma xalqın mövqeyi açıq, aşkar, şəffaf şəkildə ortada olmalıdır. Danışmaqdan çəkinməməlidir. Fikrini bildirməkdən çəkinməməlidir. Bu davam edəcəksə, mən isə çox açıq deyim. Mən ümumiyyətlə, mesajlarımı həmişə pozitiv qurtartmam edirəm, amma bunu da deyək. Bu davam edəcəksə belə, heç bir siyasi partiya, heç bir siyasi institut, heç bir dəyişikliyə nail ola bilməyəcək. Ona görə də xalq aktiv siyasətə gəlməlidir. Və deyək ki, hətta gəlib müxalif siyasi partiyalara dəstək verməyə bilər. Hakimiyyət partiyasına dəstək verər. Amma aktiv duracağı şəkildə hakimiyyəti də seçimdə insanlar məcbur eləyə bilər, yönəldə bilər ki, bunu yox, bunu elə. Yəni, xalq özün mövqeyin qoyandan sonra ortalığa neynəcələr ki, xalq edir? Bunu eləmək lazımdır və hesab edirəm ki, buna nail olacağıq. Başqa yolumuz yoxdur. Dediyim kimi, Avropanın enerji xəritəsini dəyişə biliriksə, ki, bu gün onu iddialıyıq və deyirik. Qafqazın lider dövlət olmaq istəyiriksə, güclü Azərbaycan və bütün Azərbaycan qurmaq istəyiriksə, yeni mədəni, siyasi münasibətlər sistemini ciddi şəkildə, qalıcı şəkildə, yəni texniki məsələlərin həlli ilə deyil, bir-birimizi anlayış göstərərək, bir-birimizin fikirlərinə, düşüncələrinə sayğı göstərərək yeni münasibətlər sistemi qurulmalıdır. Buna doğru getməliyik. Başqa mən yol görmürəm.